vasitəsiz tamamlıq rolunda çıxış edir. Bilhuda, hidayət qarşılığında, burada binin mənası bir çox mənalı ön qoşmalardandır. Qarşılığında deməkdir, hidayətin qarşılığında. Tərkibi nədir? Car, yəni bir ön qoşma və məcrur, əl-hudə. Baxmayaraq ki, bu əl-hudə hallanmır, amma yerindəcə yəli halını qəbul edib. Niyə görə? Bir ön qoşmasına görə. Fəmə rabihət. Bu üzdən mənası beləliklə də demək olar. Bu üzdən beləliklə. Fə burada bağlayıcı ətif hərfi. Bax, gördüyünüz kimi yazılıb. Nəfiyə hal mə. Nəfiyə hal inkar ədatıdır. Mə də inkar ədatıdır, lə də inkar ədatıdır. Lə ilə mənin fərqi ondan ibarətdir ki, mə indiki hal-hazıra işarə edir. Lə isə ondan biraz öncəki vaxta işarə edir. Lakin burada hal-hazırdakı vaxta işarət edir. Rabihət, yemək kar etməmiş, yəni fayda verməmiş deməkdir. Feil rabihədir, rabihət qadın cinsindədir və üçüncü şəxsdədir. Keçək növbəti demək sətrə. Ticarətuhum, onların nəyi? Ticarətləri, onların alveri. Ticarətuhum da bu demək faildir. Gördüyünüz kimi burada